Hazırda Hərbi Qənimətlər Parkındayıq. Burada bir plakat var. Plakatda hadisə ardıcıllıqla qeyd olunub. 27 sentyabrda Naftalan 20 sentyabrda başlayan erməni silahlı qüvvələrin yaşayış məntəqələrində və sosial obyektlərə artilleriya qurğuları ilə və digər silahlı atəş tutması. Prezidentin burada müəyyən istiqamət tutmaqla bağlı çıxışı. Daha sonra Gəncə hadisələri aşağıda. Daha sonra həmən 4 oktyabrda yenə Cəbrayılın müəyyən kəndlərinin alınması ilə bağlı prezident çıxışı. 5 oktyabrda Cəbrayıl rayonunun Şixəli, Ağəli, Sarıcalı və Mirzə kəndinin alınması. 9 oktyabrda yenə Hadrut ilə bağlı çıxışı prezidentin, Hadrutun alınması. 11 oktyabrda o video çarxların paylaşılması və Gəncə hadisələri. 14 oktyabırda Qarabağın Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndləri, Xocavənd rayonu isə Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə və Tağaseri kəndləri işğaldan azad olunub. 15 oktyabrda gördüyünüz kimi burada həmən dövrün kadrları, Tərtər hadisələri baş verdi. Daha sonra Tərtərdə mülki vətəndaşlara qarşı erməni silahlı qüvvələrinin atdığı mərmilərin qəbirstanlığa düşməsi ilə bağlı paylaşımlar olmuşdu. Daha sonra Tərtərin 15 oktyabrda həmçinin Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çıraquz kəndləri, Füzuli rayonunun Arış kəndi, Cəbrayıl rayonunun Duşulu kəndi işğaldan azad olundu. 16 oktyabrda Xocavənd rayonunun Xırmancıq, Ağbulaq və Axullu kəndləri işğaldan azad olundu. 17 oktyabrda Füzuli rayonu işğaldan azad olundu. Müəyyən kəndləri qeyd olundu burada birlikdə. Daha sonra Gəncədə yenə hadisələr baş vermişdi. Ondan sonra oktyabrda 18 oktyabrda Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı. 19 oktyabrda Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq və Hacılı və digər kəndləri işğaldan azad olundu. 20 oktyabrda Zəngilan rayonunun işğaldan azad olunması. 21 oktyabrda yəni Zəngilanın, Cəbrayılın, Füzulinin bir sıra kəndləri işğaldan azad olundu. 22 oktyabrda Zəngilan rayonunun bir sıra kəndləri, bölgəsi, Cəbrayıl rayonunun bir sıra bölgəsi, Füzuli rayonunun 3 kəndi işğaldan azad olundu. 23 oktyabrda isə Xocavənd rayonu, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının bir sıra kəndləri işğaldan azad olundu. Bu video kadrlar da həmən vaxtları çəkilmiş video kadrlardır. 25 oktyabrda Qubadlı rayonu, 26 oktyabrda Cəbrayıl, Qubadlı rayonunun bir sıra kəndləri işğaldan azad olundu. 27 oktyabrda isə Bərdə rayonunun ərazisində Bərdə rayonunun Qarayüsufli kəndində müxtəlif istiqamətlərdə kasetli raketlərdən istifadə etmişdi düşmən. 5 nəfər mülki şəxs həlak olmuşdu, 10-a yaxın dinc sakin yaralanmışdı. 28 oktyabrda Zəngilan rayonu 1-ci Ağalı, 2-ci Ağalı, 3-cü Ağalı, Zərnəli kəndləri və digər kəndləri, Cəbrayıl rayonunda bir sıra kəndləri işğaldan azad olundu. 30 oktyabrda Cəbrayıl rayonu Xudaverdili, Şahvələdli və s. kəndləri, Zəngilan rayonunun bir sıra kəndləri, Qubadlı rayonunun bir sıra kəndləri, daha sonra 3 kəndi işğaldan azad edildi. 28 oktyabrda Bərdə rayonunun üzərində, rayonun şəhərin mərkəzində daha doğrusu Smert mərmisi atılmışdı. 2 noyabrda Cəbrayıl rayonu, Zəngilan, Qubadlı rayonunun bir sıra bölgələri, kəndləri işğaldan azad olundu. 4 noyabrda Cəbrayıl rayonu, Zəngilan, Qubadlı rayonunun bir sıra kəndləri işğaldan azad olundu və prezidentin o həmən vaxtı paylaşımları var. Onlar da burada qeyd olunub. Daha sonra 7 noyabrda Füzuli rayonu, Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənd rayonlarını və hətta Xocalı rayonunda bir sıra kəndlərdə işğaldan azad olundu. 8 noyabrda artıq qələbə bizimlə idi. 9 noyabrda əslində burada qeyd olunub. Füzuli rayonu, Xocavənd, Xocalı, Cəbrayıl, Qubadlı və Zəngilan rayonu, hətta Laçın rayonunun bir sıra kəndlərinin işğaldan azad olunmasına bağlı. 10 noyabrda isə Ermənistan kapitulyasiya aktının imzalanması idi, gecə vaxtı imzalandı.
belə bir plakatdır. Bu da hamısı Hərbi Qənimətlər Parkında qeyd olunan plakat. Və burada digər bir Qarabağ Azərbaycandır. Bu paradda, hərbi paradda çıxışa çıxarılan həmin plakatdır ki, burada erməni maşınlarının nömrələri, onların nömrələrindən ibarət belə bir plakat hazırlanmışdır. Plakat çıxışda, paradda təqdim olunmuşdur. Bütün nömrələr bir yapışdırılıb bura.